Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace 1 kosmosu uğurla fəth edir. İlk telekommunikasiya peyki Azerspace 1'in xidmətlərinin 60% artıq satılıb. 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Qviana kosmik mərkəzindən orbitə buraxılan peykin xidmətlərindən istifadəyə Avropa, Afrika ölkələrində də maraq böyükdür. Milli peykin göstərdiyi xidmətlərin alışında isə ən çox pay Azərbaycan, Türkiyə və Gürcüstana məxsusdur. Azərkosmos 2017-ci ildə artıq Azerspace 2 milli peykini orbitə çıxarmağa hazırlaşır. Bizim hələ müştərilərimiz var ki, bu dünyanın bir sıra ofislərində yerləşir. Yəni və təbii ki, ona şəbəkə tək, məsələn, indiki Azerspace 1 zonasında yox, ayrı bir zonada vahid bir şəbəkə yaratmaq lazımdır ki, o da məsələn biz onu cavab verə bilmirik onun istəyinə. Və biz buna bir nəticə olaraq belə qərara gəldik ki, yəni bu Azerspace 2, Azerspace 1 peykinin back-up'ı bir də ki, əlavə Azerkosmosun əhatə zonasının genişləndirməsində bir rol oynasın.